Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsi istiqamətində danışıqların intensivləşməsi, atəşkəsin və son nəticədə sülhün əldə edilməsinə ümidləri artırır. Ağ Evin Ukrayna və Rusiya nümayəndə heyətləri ilə müzakirələr aparması öz nəticəsini verə bilər. Ukrayna prezidenti Volodymyr Zelenski Floridada Ukrayna və Amerika nümayəndə heyətləri arasında aparılan danışıqlardan sonra sülh planının daha yaxşı göründüyünü açıqlayıb. Ukraynalı siyasi ekspert Oleksiy Buryachenko isə Florida danışıqlarını sülh planı yolunda əhəmiyyətli olduğunu söyləyib. Подведем итоги Флорида. Florida danışıqları onu göstərdi ki, bu mərhələdə Ukrayna, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpa konstruktiv müzakirələrə maraqlı olduğuna dair siyasi siqnal verməyi bacardı. Trump Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsində siyasi nəticənin əldə edilməsinə dəstək verir. Digər tərəfdən Ukrayna çox gözəl anlayır ki, Amerikanın münaqişənin həllinə dair sülh planı Vaşinqtonda yazılmayıb. Sülh planının mətninin əsası Moskvada yazılıb. Bu iddianı Rusiya prezidenti Putin, Xarici İşlər naziri Lavrov yaxına buraxmasa da niyyət bəllidir. Rusiya Amerikanın əli ilə Ukraynanı kapitulyasiyaya söyləmək istəyir. Ona görə də ABŞ-Rusiya danışıqları fonunda sülh planı Moskvada yazılıb. Rəsmi Kiyev Ukrayna üçün əsl sülh və təminatlı təhlükəsizliyə nail olmağa çalışır və bunu açıq şəkildə Florida danışıqlarında da bəyan edib. Ukrayna üçün aydın göstərişlər və prioritetlər var. Ukraynanın maraqlarını qorumaq, əsaslı dialoq və Cenevrədə əldə olunmuş nailiyyətlər əsasında danışıqları davam etdirmək. В Флориде говорили, опять же, по информации. Florida danışıqları çox gərgin, diskussiyalı və uzun müddət çəkdi. Təxminən 6 saat davam edən danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri bütün detallarla bağlı prezident Zelenski ilə əlaqə saxladı. Bütün məqamlar razılaşdırıldı. Danışıqların nəticələri barədə Amerika və Ukrayna nümayəndə heyətləri birgə açıqlamalarında müzakirələrin nəticələrini konstruktiv və uğurlu olduğunu açıqladılar. Müharibənin sona çatması üçün mövqelərin yaxınlaşdığını bildirdilər. Amerikanın dövlət katibi Marco Rubio bəyan etdi ki, Floridada müzakirələr zamanı təkcə hər hansı sülh planının razılaşdırılmasından yox, Ukraynanın həm də dayanıqlı inkişafı, dünya iqtisadiyyatına inteqrasiya olunması kimi məsələlər əksini tapıb. Məncə, bu Florida danışıqlarının konstruktivliyini bir daha göstərdi. Ekspert hesab edir ki, Florida görüşü Rusiya və Ukrayna arasında sülhün əldə olunması istiqamətində həlledici deyil. Между американской делегацией. Florida danışıqları müharibənin başa çatması istiqamətinə təkliflərin koordinasiya edilməsi, qarşılıqlı anlaşma baxımından önəmli idi. Rusiyanın Ukraynaya qarşı müharibəsi regional müharibə deyil. Bunu Rusiya təbliğatçıları dünyaya belə çatdırmaq istəyirlər. Bu qlobal müharibədir. Bu müharibənin ədalətli həlli bütün aktorların, qüvvələrin maraq dairəsindədir. Ona görə də bu danışıqlar prosesi çox balanslı olmalıdır. Sözsüz ki, Rusiya cəzadan kənar qalmamalıdır. Kompensasiyalı mexanizm işləməlidir. Proseslərin görünən tərəfi budur ki, artıq Ukrayna və Rusiya 4 ilə yaxındır davam edən müharibədən yorulub. Lakin tərəflər öz maraqlarını qorumaq üçün mübarizələrini davam etdirirlər. Ədalətli sülhə nail olunub-olunmayacağını isə zaman göstərəcək.